Mən Məryəm. Mən Xədicə, bu da Fatimə. Mən Murad. Mən Əli. Mən İsmail. Mən Murad. Mən Məhəmməd. Zəhra Zeynəb. Azərbaycanda çoxuşaqlı ailə dedikdə ilk olaraq ölkənin cənub bölgəsi yada düşür. Belə ailələr əsasən lirik, astara, masallı və digər bölgələrdə özünü daha çox büruzə verir. Amma hazırda ölkənin aran rayonlarında da belə ailələrə rast gəlmək mümkündür. Belə ailələrdən biri Kürdəmirdən olan Dadaşovlar ailəsidir. Bu ailənin yaşayışı ailədə baş verənlər bəlkə də yeni ailə quran gənclərə bir stimul verə bilər. Evə daxil olarkən pilləkəndə uşaqların ayaqqabısının səlqə ilə düzülməsi ailənin nizamlı, intizamlı olmasından xəbər verirdi. Ailə təmirsiz evdə yaşasa da evin hər yeri səlqəli və təmizdir. Evə qonaq gələn kimi uşaqlar digər otağa çəkilir. Sakitlik bərpa olunur və uşaqlar valideynin onlara nə deyəcəyini gözləyirlər. Ailə başçısı Rasim Dadaşov deyir ki, çox uşaqlı ailə çox maraqlı olur. Əgər qurulan ailə sevgi üzərində qurulursa, o ailədə uşaqlarının sayının çox olması heç bir çətinlik yarada bilməz. Çünki ruzini verən Allahdır. Ailə ilə ünsiyyətdə olduğumuz müddətdə də valideyn-uşaq münasibətinin necə yaxşı olduğunun şahidi olduq. Uşaqlar valideynin izni olmadan heç bir iş görmür və beləcə ailədə hörmət, diqqət və sevgi balansı qorunur. Bu isə öz növbəsində indiki ailələr üçün ən vacib amil hesab olunur. Əgər bir ailədə böyüyə, kiçiyə hörmət varsa, o ailədə bərəkət də olar, sevgi də. Evin xanımı Əfsanə Dadaşova uşaqların yeməyini, içməyini hazırlayır və onlara dərslərini hazırlamaqda köməklik göstərir. Evin qızları da analarına daim bütün işlərində köməklik göstərir. Ailənin tək çətinliyi olan ev məsələsi ilə bağlı Kürdəmir rayon icra hakimiyyətinin mövqeyini öyrənməyə çalışdıq. Kürdəmir rayon icra hakimiyyətindən bildirildi ki, Rasim Dadaşov Kürdəmir rayon icra hakimiyyətində dəfələrlə qəbul edilmişdi. Qəbul zamanı ona izah olunmuşdu ki, hazırda rayon icra hakimiyyətinin balansında boş mənzil fondu mövcud olmadığından tərəfimizdən mənzil ilə təmin olunması mümkün deyildi. Eyni zamanda bildirilir ki, ailəyə ötən il ərzində maddi yardımlar göstərilmiş və 2025-ci ildə Adiyyəti Bələdiyyə tərəfindən həyatyanı torpaq sahəsi ilə təmin edilmişdi. Həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə başlanıldıqdan sonra rayon icra hakimiyyətinin mövcud imkanları çərçivəsində müvafiq köməklik göstəriləcəkdir. Ümid edək ki, ailənin yeganə arzusu olan ev arzusudur. Reallaşar və ailədə böyüməkdə olan uşaqlar ölkə üçün, millət üçün daha xeyirli övladlar olarlar. Günay Hüseynova, Agil Əsədov, Həcər Həsənova bugün informasiya proqramı üçün.